sualların izahına baxaq. 31-ci sualda deyir, litosfer tavalarının ayrılma, yəni diverjin sərhədi və toqquşma sərhədində yerləşənləri deyir. Deməli, baxırıq. Litosfer tavalarının ayrılma sərhədində bilirik ki, orta okean dağ silsilələri yaranır. Deməli, biri aiddir A və demişdik, tavaların bir-birindən elə ayrıldığı o dərənin adı Rif dərəsidir. Yəni, A və D-ni götürmək lazım idi burada. Birə A, D elə bir variant da var. Deməli, cavab B bəndidir. Daha sonra ikincisi isə toqquşma sərhədində nə yaranır? Qırışıq dağlar yaranar və dərin sulu okean novları, məsələn, Peru novu, sonra Kamçatka novu, bunları demək olar. Deməli, dərin sulu okean novları C ilə Y, cavab burada oldu B bəndi. Sonra ikinci sual, nəqliyyat, dəniz, hava, dəmir yolu. Deməli, baxırıq ki, beynəlxalq yüklərin çox hissəsi ən çox yük nəyindən daşınar? Təbii ki, dənizlə. Birə götürərəm A-nı. Qitələr arası sərnişin daşınmasında birinci yerdə havadır. Bunu götürərəm, deməli, ikinciyə, havaya yəni. Qərbi Avropa və Şimali Amerika ölkələri arasında yük daşımasında bilirəm ki, bura okeandır. Okean üzərindən gedirəmsə, dənizlə daşıyaram yükləri. Ona görə də birə həm də oldu C. 1-ə A və C götürsəz, onsuz da cavab çıxır artıq. 2-yə havaya götürdük B ilə D ən sürətli və dinamik nəqliyyat növüdür. Bir də hava şəraitindən asılılığı nisbətən azı təbii ki, dəmir yolunun 3-ə götürmək lazım idi Y-ni. Burada cavab olur yenə B bəndi. Daha sonra baxırıq, il boyu nisbi rütubətliyin daha aşağı olduğu, yəni səhra olan, yağıntı az olan yer haradır? Təbii ki, 1-dir, 3-dür və 5-dir. Səhra olan yerləri götürərəm, o da D bəndi doğru cavabdır. 34. Azərbaycanın xarici iqtisadi əlaqələrində mühüm rol oynayır. Təbii ki, Bakı-Bektaş, Bakı-Aktau və Bakı-Həştarxanı götürərəm. Obüslər xarici iqtisadi əlaqələrdə Astara niyə olsun? Ceyhan, Bakı-Ceyhan bizim neft kəmərimizdir. Poti də həmçinin. Ona görə də 3-dür, 4-dür, 6-dır. Y bəndi 34-də doğru cavabdır. 35-də sxemə əsasən ABC-nin yerləşdiyi saat quşaqlarını tapın. A görürəm ki, 35 dərəcə qərb uzunluğudur. 35-i böləndə 15-ə eləyir, deməli 2 dəfə 30 çıxanda qalır burada 5 qalıq. 7 onu 5-dən kiçik olduğuna görə elə 2 ilə işləyəcəm. Qərb yarımkürəsində olduğuna görə 24-dən 2-ni çıxıram, eləyir 22. Deməli 22-ci saat quşağından gedirmiş söhbət. O da 2 variantda var. Sonra baxıram 40 dərəcə şimal eni ilə. 40-ı böləndə 15-ə eləyir yenə 2 dəfə 30 çıxdım, qaldı qalıq 10. Qalıq 7 onu 5-dən böyük olduğuna görə 3-ün üstünə 1 gəlirəm. O da eləyir 3-cü saat quşağı. Daha sonra isə deyir C-də də 75 15-ə böləndə eləyir elə 5. Cavab artıq A bəndi çıxdı. Quşaq vaxtı fərqi də A 35-dir. Quşaq vaxtı bunun 30-u bölürəm 15-ə eləyir 2 saat. Bu da eləyir deməli A-la C-ni deyir də. Bu da elədir, deməli 2 saat oradan, bu da elədir 5. 75-dən 15-ə özü bölünür onsa quşaq vaxtı üstə düşür. Yəni burada da 5, bu da eləyir cəmi 7 saat arasında quşaq vaxtı var imiş. 36 Türk dünyasına aiddir. Deməli materik daxili ölçü olsa da çay və kanallarla dünya okeanına çıxa bilir. Təbii ki, burada söhbət gedir Qazaxıstan və Türkmənistandan. Daha sonra Azərbaycan da versiya götürərdik. Çayları iki okean hissəsinə aiddir. Türkiyə 1000 dəfə demişik. Dəclə, Fərat çayları tökülür İran körfəzinə, o Hind okeanına aiddir. Özünün Seyhan, Ceyhan çayları isə Atlantik okeanına aiddir. Daha sonra isə baxırıq, əhalinin əsas hissəsi Uyğur qoluna aiddir. Təbii ki, bunu götürəcək Sintizan Uyğur 4-ü. Yox, 4 burada Sintizan Uyğur deyil. Burada 4 Qırğızstandır. Burada 5-i götürərik. Özbəklər Uyğur qoluna aiddir. Çünki ona görə 5-i götürürəm. Dağlıq relyef üstünlük təşkil eləyə götürərəm Qırğızstanı. Çünki orada Tian-Şan dağları var idi. Burada cavab elə çıxır B bəndi. Daha sonra Sonra 37. Laçın, Şərur, Qəbələ inzibati rayonları üçün ümumi olan xüsusiyyətləri müəyyən edin. Bilirik ki, bunlar deməli ərazilərində yeraltı sularla qidalanan çay axır. Bəli, hamısında yeraltı sularla qidalanan çaylar var. Sonra filiz faydalı qazıntı Qəbələdə nə gəzir? Ona görə də bu 2-ni digər variantda 2-ni çıxdım, 2-ni çıxdım, 2-ni çıxdım. Qaldı ya A-dı ya B. Deməli 1 götürdük. Sonra 2 ölkə ilə həmsərhəddir. Qəbələ yalnız Rusiya ilə sərhəddir. Laçın da yalnız Ermənistanla sərhəddir. Ona görə də deməli 2-ni və 3-ü bütün variantlarda çıxanda cavab elə qalır A bəndi. Deməli o C-də A yazmısınızsa doğrudur. Ərazilərində soyuq iqlim tipi yayılmışdır. Bəli, hamısının soyuq olar, dağlıq yerlərdir. Yay otlaqları var, təbii ki də, çünki dağlıq əraziləri var. Kiçik Qafqaz tektonik qalxmasına Qəbələ niyə aid olsun? Axı o Böyük Qafqaz qalxmasına aiddir. O C-də cavab oldu A bəndi. Daha sonra deməli, baxırıq 38-ci suala. Burada deyir ki, aid olan xüsusiyyətlər. Biri bilirik ki, düzən meşə var. Bir də, sonra Lənkəran ovalığında və Qanı xəritədə demişdik ki, düzənlikdə meşələr var. Ona görə də burada bizdən aid olanları istəyir, doğruları. Bir deyir, düzən meşə landşaftı yayılıb, bir düzdür də. Ona görə biri götürərəm. Ondan sonra baxırıq. 2-də deyir, gətirmə konusları yayılıb. Təbii ki də, dağdan düzənə keçən yer Qanı xəritə elə gətirmə konuslarına yaranıb. 1-2. Ondan sonra deyir ki, 3. Ağgöl Milli Parkı. Ağgöl bu tərəfdədir, bax burada. Ağgöl burada deyil. Ona görə də
3 səhvdir. 3-ü çıxaram, 3-ü çıxaram, 3-ü çıxaram. 1 2-ni dəqiq götürmüşəm, artıq 5 dəqiqdir. 5 də ki, Zəngəzur dağları da tektonik qalxma zonasıdır. Bəli, cavab C bəndidir. Altda deyir ki, düz günəş radiasiyasının illik kəmiyyəti azdır. Burada düz günəş radiasiyası çox olar. Çünki yarımsəhra qrupçördə bulut azdır. Ona görə də düz radiasiya çox olmalı idi. Burada deyir azdır, səhvdir. 1 2 5 C bəndidir cavab. 39 deyir, seslər mühüm rol oynayır. Təbii ki, orada Türkmənistanı, Küveyti, Liviyanı çıxaram. Yəni bunlar çünki səhra, yarımsəhra olan ərazilərdir. Ona görə 1-i, 3-ü, 6-nı bütün variant 1, 3, 6-nı ataram. Qalar 2, 4, 5. Yəni Norveç, Braziliya və Kanadanı götürərəm. 39 C bəndi. 40-a baxıram. Alyaska isti cərəyanda Aleut adaları düzdür. 1 götürərəm. Mozambik soyuq deyir, yox. Mozambik isti cərəyanında 2 getdi, 2 getdi, 2 getdi. Sonra deyir ki, Şimali Atlantik cərəyanında isti cərəyanında İrlandiya, Böyük Britaniya, bəli, o yana gedir də bu. 1, 3, 4, burada D bəndi doğru cavabdır. Gulf Stream isti cərəyanda amma Braziliyaya aidiyyəti yoxdur. Somali soyuqda amma Şri Lankaya aidiyyəti yoxdur. Ona görə də cavab burada deməli 1-dir. 3-dür, Peru Atakamadır, 3-dür, 4-dür, İrlandiya, D bəndi 40 olmalıdır. 41-də Atlas dağlarında yerləşən bütün ölçülər. Bilirik ki, Atlas dağlarında Mərakeş var və Mərakeş monarxiyadır. Ona görə də bütün ölçülərdə Respublika Dəyətməsinə aiddir. Bu səhvdir. Ona görə də 1 çıxdı, 1 çıxdı. İndoneziya, Türkiyə, C20, bəli, 2-ni götürərəm. Sonra Verxoyanski və Ural dağları arasında təbii sərhəd rolu deyir, ölçülər arasında. Bunlar ikisi də bilirəm ki, Rusiyadadır və ölçülər arasında sərhəd deyil. Ona görə 3 səhvdir. Ona görə 3-ü də ataram. 3-ü də ataram. Cavab çıxdı 2, 4, 6. 4. Braziliya, Peru və Venezuela ilə həmsərhəddir. Bəli, Braziliya demişdik ki, bir dənə Cənubi Amerikada Ekvador və Çili ilə sərhədi yox idi. Qalan bütün ölkələrlə sərhədi var idi. Vyetnam Benqal körfəzinə yox, Sakit Okean sahilinə çıxır. KXDR və Laos sosialist ölkələrdir. Bəli, KXDR ilə Laos, deməli Kuba, Vyetnam bunlar deməli sosialist ölkələrdir. Ona görə də 41-də cavab Y bəndidir. Sonra baxırıq 42-yə. Bilirəm ki, bu birinci Lənkərandır, düzdürmü? Bu Bakıdır. Bu deməli Zaqataladır. 4-cüsü isə Qubadır. İndi ki 1 ilə 4-də meşə landşaftı var. 1 Lənkərandır, 4-də Quba. Meşə landşaftı təbii ki, hər ikisində olardı. Bizdən aid olmayan, doğru olmayanı istəyir. Ona görə A-nı götürmərəm. Doğrudur çünki. 1 ilə 3-də mülayim isti iqlim. Bəli, 1 ilə 3 elə bu yayı quraq keçən mülayim isti iqlimdir 1. Bu isə qışı quraq keçən mülayim isti iqlimdir. Yəni bu da düzdür. Buna götürmərəm. 1 ilə 2 Bakının da deməli Bakının da ondan sonra bir dəqiqə. Bakının da Lənkəranın da Xəzər dənizinə çıxışı var. Ona görə də C-ni götürmərəm. Filiz faydalı qazıntı yataqları var. Deyir 2 ilə 4-də. 2 ilə 4 Bakı ilə Qubadır. Burada filiz faydalı yataqları yoxdur. Ona görə də burada cavab olmalıydı D bəndi. Doğru olmayan D bəndidir. Savanna, seyrək meşələr. Deməli baxıram. Deyir, burada deyir ancaq şimal yarımkürəsində tayqadır. Ancaq şimal yarımkürəsinə yayılıb 2-yə aid olacaq tayqa. Ondan sonra subekvator iqlim qurşağında geniş deməli subekvator iqlim qurşaqlarında yayılmışdır. Təbii ki, savan və seyrək meşələr. O da 1-ə B götürəcəyik. Daha sonra cor yarpaqlı həmişəyaşıl meşə ölçüyorluqlar Aralıq dənizində yayılıb. Bu da Y-dir. Burada məfhumi dəyişənlik müşahidə olunmur. Bu heç birinə aid deyil. İl boyu quraq olur. Bu da heç birinə aid deyil. Burada cavab oldu B bəndi. 44-də deməli polimetal yatağı. Polimetal filizçay, mazımçay, kastaq. Ona görə bu A ilə B ola bilər. Katexay da ola bilərdi. A, B, C-yə baxırıq. Mis bilirəm ki, Qaradağdır. Artıq cavab çıxdı ki, B bəndidir. Və bu da Civədir. Civədə Narzanlı, Gilgəsçay, Laçında olan civə yataqlarımız idi. Sonra baxırıq ki, kəsmə yüksəkliyi 10 metr olan nəzərələrə təpənin nisbi hündürlüyünü tapın. Deməli, 41-dən kiçik olub, ona qalıqsız bölünən ilçədə də elə 40-dır. Deməli, daxili horizontal 40 imiş. İndi aşağı düşürəm. Bura 30, bu xətt 30-dur, 20-dir, bu da 10-dur. Deməli, kənar horizontal tapdım ki, 10-dur. Nisbi hündürlüyü 41-dən çıxıram, ona deyilir 31, Y bəndi doğrudur. 46 deyir ki, aid olduğu ölçüləri müəyyən edin. O dəniz və okeana birbaşa çıxışı var sözündən elə İsveçrə ilə Avstriyanı 1 ilə 4-ü bütün variantlarda atanda cavab qalır 2, 3, 6. Bir dəqiqə, yox, 2 ilə 4-ü variantlarda atmalıyıq. 2 ilə 4, 4, 4, 2 getdi, qaldı ya A-dır ya B-dir. Deməli, Fransa, Danimarka, təbii ki, Almaniyada qeyri-istehsal sahəsi çox olar. Nigeriyada qeyri-istehsal çox olmaz. Yəni, xidmət sahəsi, yəni xidmətdir də qeyri-istehsal sahələr. Ona görə də Nigeriya geridə qalmış ölkə olduğuna görə bu olmaz. Yəni inkişaf etməkdə olan ölkədir. Ona görə də 1-dir, 5-dir, 6-dır, 46 cavab A bəndidir. 47-də dak sörfü bitkilər hardadır? Təbii ki, Naxçıvanla Talışda. Ona görə də 3 ilə 5 D bəndi, 47-də D bəndi doğrudur. 48-ə baxırıq. Deyir ki,
AC, D, F aid olsun. AC, A paleozoy yaşıl dağlardır. C, aid olduğu materikin şərqində yerləşir. Şərqində deyir və paleozoy yaşılsı birinci deməli Kordilyer getdi. Atlas getdi. Ondan sonra Skandinaviya getdi, materikin şərqindədir deyir. Çünki Ural da ortadadır. Ona görə bu da getdi, qaldı A bəndi. Appalaç dağları paleozoy yaşıl dağlardır. Aid olduğu materikin şərqində yerləşir və DF inşa edilmiş ölkənin ərazisindədir, ABŞ-ın ərazisindədir. F şimal hemşəsində yerləşir. Doğrudur. İndi baxıram Alp dağlarına. B Kaynozoyda yaranmışdır. Y daimi qar xəttinə malikdir. Bəli, 4807 metrdir. D F inşa edilmiş ölkənin ərazisindədir. Bəli, elə İtaliya, Fransa, Avstriya ölkələrinin ərazilərinə düşür və şimal yarımkürəsindədir. Ona görə cavab 48 A bəndi düzdür. 49 deyir bir materik seç və onda dəmir filizi və neft qaz hasilatı olan ölkə olsun və yaxud da qitə seç. Deməli, burada götürə bilərik Asiyanı. Çində həm dəmir filizi, həm neft qaz var. Həm də Şimali Amerikanı götürə bilərik. ABŞ həm dəmir filizi, həm neft qaz var. Burada deməli Liviya, Niderland, Uruguayda həm qaz, həm neft qaz, həm dəmir filizi adı çəkməmişik. Ona görə də cavab burada 1 ilə 5 Y bəndi. 1 ilə 5 Y bəndi olar. Sonra bu birisində isə burada məsələni 4,5 milyon əsas əhali deyil. Bunun əgər 25% az saylı xalqdırsa, deməli qalır yerdə 25%. Yəni 4,5 milyon götürürük. 4,5 milyon götürürük 100%. Bir dəqiqə yazırlar, fikir müəyyəndir. 4,5 milyon götürərəm 75%-dir. X 100%, yəni ölkə əhalisi bilmirəm axı nə qədərdir. Amma bilirəm ki 4,5 milyonu əsas xalqdır. 25%-i də deyək, az saylı xalqlardır. Əsas xalqa qalır 75%. Ona görə 4,5-i götürürəm 75%-də, X-i götürürəm 100. Bu da vurub bölürəm bunu. Eləyir, deməli, dəqiqə yaxarsa qeyd etdim onu. Deməli, burada 4,5 milyonu götürürük 75%, X-i götürürük 100%. 4,5 milyonu 100-ə vurub 75-ə böləndə eləyir deməli 6 milyon. Deməli, ölkə əhalisi 6 milyondur. Əhalinin sıxlığını tapana nə edirəm? 6 milyonu bölürəm 120 minə, o da eləyir 50 A bəndi olmalıydı cavab. Sonra 51-ə baxıram. Deyir ki, dağın ətəyində temperatur 20 dərəcədir. Aha, ətəyində 20 dərəcədirsə, deməli mən elə bu yola çıxmalıyam 20 dərəcə ilə. Daha sonra deyir ki, A ilə B nöqtələrində temperaturu tapın. A nöqtəsi 1500 metr. Bilirəm ki, 1000 metr qalxsaydım, temperaturum 6 dərəcə aşağı düşərdi. Mən 1500 metr qalxmışam, X dərəcə düşər. Bu da elədi, deməli, bu da edir 9 dərəcə. Ətəkdə 20-dirsə, A-da deməli ondan 9 dərəcə azdır, yəni 11 dərəcədir. Deməli, yuxarı qalxmışıq, temperatur aşağı düşür 11 dərəcəyə. Sonra bir də yenə aşağı düşdüyünə görə temperatur biraz yuxarı qalxıb və burada isə 3000 metrdir. 3000 metrdə də yenə yazırıq 1000-ə 6 dəyişir. Deməli, 3000 metrə X dəyişər. Bu da eləyir deməli 18 dərəcə. Dağın ətəyində 20 idi. Yuxarı çıxanda 18 azaldı, oldu 2 dərəcə. Yəni C bəndidir burada da cavab. Sonra Şəhər Ordubad, Arazboy, Zaqatala, Lahıc. Deməli, Şəhər Ordubadda bilirik ki, qışı soyuq keçən yarım səhra quru çöldür. 1-ə C ilə başlamalıydım. 2 Arazboy bilirəm ki, qışı mülayim keçən yarım səhra quru çöldür. Sadəcə budur. 3-də isə Zaqatala, Lahıcı götürərəm. Bütün fəsillərdə bol yağıntı soyuq iqlim və yağıntıları bərabər paylanan mülayim isti iqlim. Yəni D-Y, burada cavab D bəndidir. 53-də Lənkəranla Naxçıvanı verib. Beləmə modul tipli İES-lər fəaliyyət göstərir. Modul tipli İES-lər demişdik ki, deməli, Lənkəran və Astara rayonlarında var idi. Daha sonra 53-cü sualda Lənkəranla Naxçıvanı verib. Modul tipli İES-lər fəaliyyət göstərir. Bəli, bunu hər ikisini demək olar, 1 olar. Tərkibdə olan inzibati rayonların sayı eynidir. Xeyr, burada deməli Naxçıvanda daha çoxdur. Ona görə də 2 getdi. Subapap çəmənlikləri Naxçıvanda var, amma burada yoxdur. Çünki Lənkəranda qədər hündürlük yoxdur. Dağ sarı torpaq da isə Lənkərana aiddir. Paleogen Talışla Zəngəzurda var. 5-i götürərəm. Bir də meyvəçi üzrə ixtisaslaşıb. Bəli. Sonra baxıram göl Candar, göl Daşkəsən, yarımsəhra Qurçöl düzdür, amma Daşkəsən səhvdir. Batabat yay quraq keçən soyuq, Şahbuz, Günün Qapçıq düzdür. 2-ni götürərəm. Maral göl, yarımsəhra Qurçöl, Göygöl. Maral göl dağın başında yarımsəhra Qurçöl olmaz, ona görə 3 səhvdir. Azlıbirçılı yarımsəhra Qurçöl, Şabran, Samur dəvəsi düzdür. Acınuhur, İsmayılı olmaz. Daha sonra Sarısu, yarımsəhra Qurçöl, İmişli, Küraraz düzdür. 2, 4, 6 olmalıdır. 55-də dünya kənd təsəvvürlə bağlı ölçülər müəyyən. Çin, Polşa, Rusiya qartıqçı üzrə ixtisaslaşıb. Bəli, 1-i götürərəm. Argentina, Fransa iri boyda ixracatçıları olmalıdır. İdxal yox, ona görə 2 çıxdı. Dəmiyə, ikincisi inkişaf etdiyi ərazilərdə yağıntılar fəsil üzrə bərabər paylanana bilər.
Bəli, bunu götürək. Buğda əkin sahələri çay plantasiyalarına nisbətən daha genişdir. Bəli, 1, 3, 4 şəkər çındırı istehsalçıları Braziliya, Kuba, Venesuela bunlar qalmış olardı. Qaragül qoyunçuluğu mülayim dənizdə olmaz, o daha çox yarımsəhra qurçöl yerlərində olur. Miqyaslı bir bölünsün 5 milyona xəritəsə çay və qolların uzunluğu 4-dür. Deməli 5 0 silirəm qalır 50, 50-ni vururam 4-ə eləyir 200. Deməli çay və qolların uzunluğu 200 imiş. Bunu bölməli idim x-a ki, yəni stoplayıcı hövzəyə ki, sıxlığı tapım. O da eləyir 0,4. Bu da eləyir cavab 500. Sonra Jutlandiya yarımadası. Bunu 1000 dəfə demişik ki, Jutlandiyadan mühüm gəmiçilik kanalı keçir. Onca birə D-ni götürərəm. Sonra ərazisində inşa etmiş ölkə Almaniya, Danimarka yerləşir. Onca birə BD-ni götürərəm. Madagaskar bilirəm ki, 2 işıqlamada yerləşir. Sonra Somali yarımadası da bilirik ki, materikin ucqar nöqtəsi yerləşir. A və Soy okean ceyran tərsinə məruz qalır. Y olmalı idi. Sonra deməli baxırıq situasiyaya. Situasiya Oslo, Norveçdən yola çıxıb. Bu 60 dərəcə şimal enliyi və 10 dərəcə şərq uzunluğundan deyir yola çıxdı və 2790 km hərəkət etdikdən sonra A məntəqəsinə çatdı. Deyir, yerli vaxtı London şəhərindən bu məntəqə yerli vaxtla London şəhərindən 4 saat irəlidədir. London bilirik ki, sıfırdadır və ondan 4 saat irəlidədirsə 4-ü vururuq 15-ə, bu da eləyir deməli 60 dərəcə. Deməli bu məntəqə yerli vaxtla London şəhərindən 4 saat irəlidədir. 4 saat irəlidədir. Yəni Londondan sıfırdan 60 dərəcə şərqdədir. Yəni 60 dərəcə şərq uzunluğunda yerləşir və qədim dağ sistemində yerləşir. Bu da təxmini düşəcək Ural dağlarına. Bunun deyir qərbinə aid olan X düzənliyi, bura Şərqi Avropa düzənliyidir və şərqində isə Cavan platforma Qərbi Sibir düzənliyi var. X düzənliyindən axan ən uzun çay daxili axar su hövzəsi, çünki Volqa çayıdır və Xəzər dənizinə tökülür. Y düzənindən axan ən uzun çay deməli Ob çayıdır. Şimal Buzlu okeanı Qara dəniz hövzəsinə aiddir. Ob, Yensey çayları. Aid olan xüsusiyyətləri deyir müəyyənləyib cədvələ yazın. Cədvəl bilmirəm burada nədir. Deyir tədqiqatın başladığı Norveçdə başlamışdı, Rusiyada qurtardı. Bir dərəcə paralel göstərin uzunluğu 60 dərəcəlik enlikdə 55,8 kilometrdir. Bu paralelin keçdiyi materiklər Şimali Amerika və Avrasiyadır. Sonra X, Y düzənliklərinin hər birindən axan ən uzun çay, onların hər ikisində yayılan təbii zonaları və bu düzənlikdə geniş rast gələn eksogen relyef formalarını müəyyən edib yazın. Deməli, Volqa çayıdır və deməli Ob çayından gedir söhbət. Deməli, burada dediyi Volqa və Ob çaylarından gedir söhbət. Hər ikisinə yayılan eyni təbii zonaları müəyyən edin. Deməli, təbii zon olaraq götürərik tayqa və eksogen relyef formalarını müəyyən edib yazın. Deməli, eksogen relyef formalı olaraq da götürmək olar ki, buralar dördüncü zörb uzlaşmasına məruz qaldığına görə ekzarasiya demək olar və moren təpə, tirə, trok dərə bunları qeyd etmək olar.